Axşamınız xeyir bir daha. Bu günlərim klassik prenatal screeningdən NIPT-ə keçid haqqında danışacağıq. Yəni həm uzun müddətli istifadə etdiyimiz tarama testlərindən, həmçinin də NIPT-dən, bunların arasındakı fərqlərdən və necə bizə üstünlüklər sağlayır, bunlardan danışacağıq. Ümumiyyətlə prenatal diaqnostika nədir? Prenatal diaqnostika bizim hamiləlik zamanı hamilə qadına bir sıra məsləhət gördüyümüz və yaxud da ki, onların takibində istifadə olunan testlərdir və bunların bəziləri diaqnozun qoyulmasında və yaxud da ki, onlara irəliləyən zamanda izləminin aparılmasına vacib olan testlərdir və bəziləri isə məsləhət görülən testlərdir, belə deyək. Bəs prenatal diaqnozda risk qrupunda olan qadınlar kimlərdir? Bunlar əsasən irəli yaşlı hamiləliklərdə, hansı ki, artıq hamımız bilirik, 35 yaşından yuxarı olan qadınlar üçün prenatal diaqnoz testləri vacibdir. Həmçinin ailədə əgər genetik xəstəliklər varsa və müəyyən bir rast gəlmə tezliyi ilə bu xəstəliklər aşkarlanırsa, hətta spesifikdirsə, yaxşı olar ki, həmin genetik qüsur üzərindən davam edilsin. Yoxdursa əgər ümumi testləri məsləhət görə bilərik. Bundan əlavə olaraq ultrasəs müayinələri əsasında müəyyən edilən bir sıra anormallıqlar ola bilər ki, bunlardan da hansılar genetik qüsurludur, hansılar sonradan formalaşmış qüsurlardır, anatomik qüsurlardır. Bunları müəyyən etmək üçün bir sıra genetik testlər aparıla bilər. Həmçinin ailədə daha öncədən qüsurlu körpə dünyaya gətirmiş ola bilər həmin ana və yaxud da ki, hamiləlik bir neçə dəfə sonlandırılmış ola bilər. Bu zaman biz onlara prenatal diaqnoz testlərini məsləhət görürük. Prenatal diaqnoz testləri invaziv ola bilər, non-invaziv ola bilər və yaxud da ki, implantasiyadan əvvəlki genetik diaqnoz əsasında PGD üsulunu məsləhət görə bilərik. Non-invaziv üsullarla invaziv üsullar nədir? Onların arasındakı fərqlər nədir? Non-invaziv üsullar dediyimiz zaman biz burada uşağa, dölə, yəni birbaşa təmasımız olmur, belə deyək. Bunlara UZI misal göstərə bilərik və yaxud da ki, ana qanından, serumlardan istifadə edilərək analiz edilən tarama testlərini misal göstərə bilərik. Həmçinin ən son istifadə edilən NIPT analizini misal göstərə bilərik ki, artıq burada ananın qanından və yaxud da ki, ultrason müayinələri vasitəsilə uşağın özünün quruluşuna baxaraq müəyyən genetik qüsurları aşkarlamağa əsaslanır. İnvaziv üsullarda isə artıq biz non-invaziv üsullar vasitəsilə şübhələndiyimiz bir problemin aradan qaldırılması üçün uşağın DNA-sına ehtiyacımız var. Burada da bir sıra metodlardan istifadə edilir. Bunlar əsasən ən çox istifadə ediləni amniosintezdir və yaxud da ki, CVS-dən də istifadə edilə bilər. Həmçinin kordosintez də edilə bilər, amma ən çox istifadə olunanı amniosintezdir. 16-20 həftəliyində uşağın amnion mayesindən, dölün amnion mayesindən götürülür və hansı test vacibdirsə, həmin test əsasında irəliləmə qeyd edilir. Bəs non-invaziv screening testləri hansılardır? Hansılar ki, bu ananın qanındakı serum vasitəsilə istifadə edilən testlərdir. Bunlar tarama testləridir. Hamımızın bildiyi kimi ikili, üçlü və dörtlü tarama testləridir. Bu tarama testləri NIPT-dən nəyə görə fərqlənir? Bunlar ananın qanındakı hormon dəyərlərinə əsasən hesablanır və bir sıra əlavə köməkçi vasitələr olur. Məsəl üçün, UZI-nin verdiyi uşağın ənsə qalınlığı və yaxud da ki, burun ölçüsü, həmçinin də ki, ananın yaşı, siqaret çəkib çəkməməyi kimi bir sıra əlavə məlumatlar toplanılır və həmin hormon dəyərləri ilə birlikdə proqrama daxil edilir və o bizim üçün bir risk hesablaması çıxardır. Və bu risk hesablaması əsasən həmin hormonlar və bu məlumatlar əsasında aparıldığı üçün bu bizə birbaşa artıq invaziv üsul sayılmır və tarama testi olaraq qalır. Yəni biz bunları diaqnoz üçün istifadə edə bilmirik. Diaqnoz üçün burada şübhəli, riskli bir durum yarandığı zaman invaziv metoda yönləndirmək vacibdir. Burada əsasən istifadə edilən ikili tarama testləri ən çox hal-hazırda da istifadə edilir. Əsasən hamiləliyin birinci trimestrində, yəni 11-14-cü həftəlikləri arasında aparılır və əsasən biz bunu 13-18 və 21-ci xromosomların, yəni Patau, Edward və Down sindromlarının diaqnostikasında istifadə edilir. İkili tarama testin
Əsasında XG və PAPA hormonlarına baxılır və bu iki hormon əsasında irəliləmə aparılır. Daha dediyim kimi digər məlumatlar da əlavə edilir. Həmçinin ananın vücud kütlə indeksi də bura daxil edilir və müəyyən bir risk hesablanır. Burada risk bizə katof dəyərinin altındadır və yaxud da üstündədir şəklində gəlir. Yəni risk yuxarıdırsa, əgər hansısa bir hormonal balansın verdiyi təsir nəticəsində və yaxud da ki, digər məlumatlar bu həmçinin ensə qalınlığı və yaxud da ki, burun sümüyünün də dəyərləri təsir göstərir burada. Ondan sonra amniosintezə yönləndirmə edilir. Yaxşı tərəfi odur ki, 11-14-cü həftəliklərdə edilir və amniosintez üçün hələ vaxtımız var demək olur burada. Burada baxılan hormonlardan XG hormonu və PAPA hormonu qadınlarda əsasən hamiləlik zamanı sintez olunan bir hormon növüdür və bunlar bir sıra trizomiyalarda yüksələ bilir bəzilər. Məsəl üçün 18 və 21-də PAPA yüksələ bilirsə, XG artıq trizomiya 21-də daha çox yüksəlmiş olur. Amma XG-ni biz digər trizomiyalarda daha aşağı görürük. Bu kimi bir sıra araşdırmalar nəticəsində əldə edilən hormon dəyişikliklərindən bir yol alaraq bu tarama testləri yaradılıb. Digər bir tarama testi isə üçlü tarama testidir. Üçlü tarama testi isə biraz sonraki həftələrdə aparılır, 15-20-ci həftələrdə və burada hormonlarda biraz fərqliliklər baş verir. Belə ki, biz burada artıq papaya baxmaraq, AFP ilə estradiola baxırıq. XG isə olduğu kimi qalır. Bu üç hormon əsasında və digər yenə dediyimiz bulqular əsasında biz öz nəticələrimizi dəyərləndiririk və burada da bir sıra dəyişikliklər baş verir. XG və estradiol həmçinin AFP-nin oynamaları baş verir. Həmçinin biz bu tarama testlərində nöral tüp defektini də, yəni spina bifidanı da ayırd edə bilirik. Bu spina bifidanın formalaşmasında genetik faktorlardan daha çox fol turşusu əksikliyindən qaynaqlanır və yaxud da digər faktorlar olur və biz ikili, üçlü tarama testlərində bunu yakalaya biliriksə, NIPT-də bunu görə bilmirik. Çünki NIPT bizə birbaşa uşağın DNA-sındakı məlumatları verir və xromosomal dəyişiklikləri bildirdiyi üçün spina bifidanı biz NIPT vasitəsilə görə bilmirik. Dörtlü tarama testi isə bir sonraki artıq trimestrdə, yəni hamiləliyin 25-ci həftəyə qədərki olan dövrlərində aparılır və burada əlavə olaraq bir ferment daha inhibin A istifadə olunmağa başlayır və inhibin A ümumiyyətlə yumurtalıqlarda sintez olunan bir hormondur. Hamiləlik zamanı isə plasentada sintez olunur və 10-25 həftəlik hamiləliklər arasında müəyyən müddət stabil qalır, sonra isə artmağa başlayır. Və həmin o artmağa başladığı müddətdən öncəki hamiləlik həftəsində dörtlü tarama testində ölçüm aparılır. Biraz sərhəddə olduğu üçün dörtlü tarama testinin nəticələrinin pozitivlik, yəni düzgün nəticə vermə oranı digər tarama testlərinə baxan daha da aşağıdır və yanlış nəticələrə yönləndirməyi belə deyək daha çoxdur. Amma dörtlü tarama testində istifadə olunan inhibin əsasən Down, yəni trizomiya 21 hallarında daha çox aşkarlanıb, lakin tək baxılması üçün yetərli deyil. Yəni biz həmçinin burada digər üçlü tarama testində istifadə etdiyimiz hormonlara da bununla birlikdə baxırıq. Yəni estradioldur, AFP-dir və XG-dir. Bu hormonlar əsasında dəyərləndirilmə aparılır. Ümumiyyətlə bu tarama testləri bir daha qeyd etdiyimiz kimi serumdakı olan bir hormonal dəyişikliklər əsasında aparıldığı üçün yanılma payı daha çoxdur. Və biz bunu getdikcə daha yeni metodlarla, məsəl üçün NIPT analizi ilə əvəz edirik. Bəs NIPT analizi necə aparılır? Burada nəyi istifadə edirik? Kimi hissələrdən danışaq. NIPT analizinin ən böyük üstünlüklərindən biri erkən həftələrində aparıla bilməsidir. Biz buna əsasən 10-cu həftədən deyirik, amma həmçinin 8-ci həftədən də NIPT analizi aparıla bilir və bizdə NIPT analizi üçün əsas olan bir faktor var ki, CFF DNA faktoru, yəni orada fetal fraksiyanı müəyyən edir. Fetal fraksiya bizdə NIPT analizinin
Hansı dərinlikdə olduğunu göstərən bir dəyərdir, belə başa salsam və 8 həftəliyindən öncə baxıldığı zaman bu fetal fraksiyanın miqdarı aşağı çıxır. Amma 8 həftəliyindən etibarən baxdığımızda yüksəlməyə başlayır və artıq bizə normal, düzgün dəyərləri verməyə başlayır. NIP testinin tarama testlərindən fərqli olaraq üstünlüyü odur ki, burada biz uşağın DNAsına baxırıq, amma bu 13, 18, 21-ci xromosomla kifayətlənmir. Həmçinin cinsiyyət xromosomlarına da baxılır. Bundan əlavə digər xromosomlardakı anomaliyaları da göstərə bilər. Hətta bəzən delesiya duplikasiyaları da göstərən bir testdir. Üstünlükləri həddindən artıq çoxdur. Belə ki, xromosomal olan hər hansı bir qüsurları tutması, yəni aşkarlaması çox yüksək faizlərdədir. Yəni 99 və 98% nisbətində bizə düzgün nəticə verir. Çox az bir faizlə isə yalançı pozitiv və yaxud da yalançı neqativ halları olur. Bəs NIP testini kimlərə məsləhət görürük? Eyni şəkildə NIP testi əgər ananın yaşı 35-dən yuxarıdırsa və yaxud da ki, ultrason nəticələri əsasında yenə bir anaploidiyalardan şübhələnmə riski varsa, burada biraz fərqliliklər olur. Çünki əgər UZI-də məsələn Down-dan tipik şübhələnilirsə və NIP-də ehtiyac olmadan birbaşa onu amniosintezə də yönləndirmək olar və daha düzgün qərar olar. Amma burada bəzən elə olur ki, tipik göstəricilər olur, hansı ki, bu Down-u göstərir. Amma bəzən də elə olur ki, atipikdir göstəricilər və hansı belə deyək də anomaliya səbəb olacağı tam bəlli olmur. Bu zaman bizə NIPT ortada körpü rolunu oynaya bilər, ən azından testə yönləndirmə baxımından. Həmçində xəstələr bəzən amniosintezdən qorxurlar, çəkinirlər. Ona görə əvvəlcədən NIPT analizini verməyi biz məsləhət görə bilərik. Bundan əlavə süni maylanma edilən xəstələr üçün NIPT analizi məsləhət görülə bilər ki, burada süni maylanma əsasında anomaliyaların riskinin artdığı göstərilir və ona görə də tarama testi kimi daha çox NIPT analizi məsləhət görülür. Bundan əlavə olaraq da ki, ailədə daha öncədən düşük riski olmuşdursa və yaxud da ki, bir sıra abortlar olduğu hallar aşkarlanmışdırsa, anomaliyası olan uşaq dünyaya gətirmə riski daha yüksək olacağı üçün NIPT testi məsləhət görülür. Qeyd etdiyimiz kimi NIP testi dölün dediyimiz kimi 10-cu həftəliyindən rəsmi olaraq götürə bilərik, amma 8 həftəliyindən də artıq testdə işləyə bilərik və 8 həftəliyindən götürdüyümüz zaman əgər fetal fraksiya aşağıdırsa, təkrar xəstəni 10 həftəliyində yenidən analiz edə bilərik, amma ümumi bizim son zamanlar əldə etdiyimiz nəticələr, yəni 8 həftəliyində də problem yaratmadığını göstərir. NIPT-in tək zəif tərəfi belə deyək də diaqnoz testi olmaması, sadəcə olaraq skrining testi olaraq qalmasıdır. Yəni NIPT nəticəsinə əsasən uşağın abort olunması və yaxud da ki, hamiləliyin sonlandırılması qərarı vermək düzgün deyil. Çünki çox az da olsa yanılma payı var. Bunu nəzərə alaraq həm də diaqnoz testinin nəticəsi əlimizdə olmalıdır və burada mozaika kimi hallar da ola bilər, bir sıra digər faktorlar da olar ki, bunları nəzərimizdə saxlayaraq mütləq amniosintez və yaxud da ki, digər invaziv metodlardan istifadə edib daha sonra hamiləliyin gedişatına qərar vermək lazımdır. NIP testinin cavablarını necə dəyərləndiririk? NIP testi dəyərləndirmə zamanı biz bunu belə deyək də normal və yaxud da ki, pozitiv, neqativ olaraq dəyərləndirmirik. Aşağı risk və yaxud da yuxarı risk olaraq hesablanır, qiymətləndirilir. Aşağı risk artıq biz normaldır deyə düşünürük. Yüksək riskdə isə hansısa bir xromosomda artıq yüksək risk var və onu takib eləmək lazımdır deyə qərara gəlirik. NIP testinin işlənməsi uzun illər ərzində bəs necə baş verdi? 2011-ci ildən istifadə edilməyə başlanıldı. 2011-ci ildə əsasən burada yüksək riskli populyasiyadan olan insanlara test edilməyə başlanıldı və çox yaxşı nəticələr əldə edildiyini gördülər. Ondan sonra 2012-ci ildə AKOQ artıq qərar verdi ki, yüksək riski olan qadınlar üçün NIP testi məsləhət görülsün. Üzərindən zaman keçdikcə artıq nəticələrin də yaxşı olduğu sayəsində 2015-ci ildə təkcə yüksək riskli qadınlara deyil də, həmçinin düşük riski olan insanlara da test tətbiq olunmağa başladı və nəticələr qarşılaşdırıldı və buradan əldə edilən nəticələr də çox yaxşı oldu. Belə ki,
aşağı riskli olan qadınlarda, yəni normal doğuşlar və yaxud da ki, o yakaladığı pozitiv oranların həqiqətən də pozitiv çıxması nəticəsində 2016-da artıq həm aşağı riskli, həm də yuxarı riskli qadınlar üçün tarama testi olaraq istifadə edilə biləcək kimi bir qərar verildi və 2020-ci ildən sonra ümumi populyasiya üçün artıq istifadə edilə bilər. Hal-hazırda da 2020-dən sonra tam bir tarama testi kimi istifadəsi AKOK tərəfindən məsləhət görülür. NIP testinin üstünlükləri, əsas böyük üstünlüklərindən biri ananın qanından götürüb işləyirik. Hər hansı bir uşağa birbaşa təsiri yoxdur. Ona görə də düşük riski də yaratmır. Həmçinin ananın ac və yaxud da tox olması kimi faktorlar təsir göstərmir. Bundan əlavə olaraq hamiləliyin çox erkən həftələrində test apara bildiyimiz üçün bizim önümüzdə uzun bir müddət vaxtımız olur ki, onun diaqnozu dəqiqləşdirilsin. Bundan əlavə olaraq testin nəticələrinin 99% miqdarında həssaslığı, yəni düzgün nəticə verməsinə əsas. Testin üstünlüklərindən danışırdıq. Dediyimiz kimi erkən həftəliklərdə bu analizi apara bildiyimiz üçün bizim uzun bir müddət vaxtımız qalır ki, diaqnoz dəqiqləşdirilsin və hamiləlik haqqında qərar verilsin. Ondan əlavə olaraq düşük riski yoxdur, çünki ananın qanından aparılır. Bundan əlavə olaraq da genetik anomaliyalarda bu trizomiya hallarının aşkarlanması 99%-ə qədər özünü göstərir. Bundan əlavə olaraq test etibarlı hesab edilir. Çünki bu zamana qədər 10 milyondan artıq test istifadə edilməyə başlayıb və bütün nəticələr yaxşıdır. Çox az bir ehtimalla yalançı pozitiv və yalançı negativ halları var. Bundan əlavə olaraq da ki, NIPT əsasında əslində biz bəzən ananın genetik dəyişikliklərini də görə bilirik və əgər ciddi bir genetik dəyişikliklər varsa, həmin məlumatları da veririk. Təbii ki, bunu dəqiqləşdirmək lazımdır. Yalançı pozitiv olma ehtimalı çoxdur, amma ki, bizim daha öncədən gördüyümüz və anaya dediyimiz bir sıra genetik dəyişikliklərdə həqiqətən də anada da genetik qüsur olduğu aşkarlandığı vakalarımız olub. Test panelləri hansılardır? NIPT analizində biz 3 panel halında istifadə edə bilərik. Burada deməli 13, 18, 21-ci xromosomlara və cinsiyyət xromosomlarına baxıla bilər və yaxud da ki, bütün xromosomlara baxıla bilər. Lakin bu bütün xromosomlara baxıldığımızda trizomiya və monozomiyaları görəcəyik. Yəni xromosom sayının artışını və azalmalarını görürük. Amma NIPT Plus-da baxdığımız zaman həm xromosomlardakı artış azalmaları görürük, həmçinin də delesiya və duplikasiyaları da görürük. Ona görə NIPT Plus testinin aparılması əslində daha çox məsləhət verilir. Bəs NIPT testi nələri aşkarlaya bilmir? Genetik olaraq aşkarlaya bilmədiyi bir sıra xəstəliklər var. Bunlar əsasən təkkin xəstəliklərdir. Çünki NIPT analizinin müəyyən bir aşkarlama dərinliyi var və o tək-tək genlərə baxa biləcək, belə deyək də, keyfiyyətə malik deyil. Ona görə də FMF-dir, talasemiyadır, kistik fibroz və yaxud da ki, fenilketonuriya kimi xəstəliklərə artıq NIPT testi vasitəsilə baxa bilmərik. Yəni, əgər ailədə daşıyıcılıq halı varsa və yaxud da ki, bir öncəki uşaqlarında elə bir vaka aşkarlanıbsa, orada artıq NIPT bizim işimizə yaramır. Biz birbaşa amniosintezlə uşağa tək gen xəstəliyə baxmalıyıq. Bir də bundan əlavə olaraq mozaikanı aşkarlaya bilmir. Bəzən mozaika nəticəsində bəzən yanlış neqativlik və yaxud da ki, yanlış pozitivlik göstərə bilir. NIPT testində biz istifadə edirik fetal fraksiya anlayışından. Fetal fraksiya nədir? Fetal fraksiya bizim hamilə qaldığımız müddət ərzində qadın orqanizminə uşağın DNA-ları qarışır və qanında həmin bu DNA-lar plasentadan ayrıldıqdan sonra qanda dövr eləyir. Bəs ananın DNA-sı ilə qarışdığı halda bunu NIPT necə ayırd edir? Burada belə bir şey var ki, biz NIPT-də istifadə elədiyimiz DNA cell-free DNA-dır. Yəni, ananın DNA-sının böyük bir faizi onun hüceyrələrinin içindədir. Amma cell-free DNA artıq o hüceyrələrin içində deyil, qanda dolaşan tək DNA parçacıqlarıdır. Və həmin bu tək DNA parçacıqlarını biz izolyasiya zamanı
yakalayırıq belə deyək və ə, təbii ki, ananın da müəyyən qırıq DNAlar var, amma artıq uşağın DNA miqdarı həmin o cell-free DNA-da üstünlük təşkil eləyir və həmin bu üstünlük təşkil etməsi bizə nəticəni düzgün verməyimizə köməklik göstərir. Aldığımız DNA-nı bir sıra laboratoriyada PCR əsaslı bir testdir. Bir sıra PCR-lar aparılır və əsas məqsədimiz orada NGS-in istifadə edilməsidir. NGS metodu istifadə edilir və biz NIPT analizinin nəticələrini dəyərləndiririk. Burada həmin bu DNA-mız PCR-da çoxlu çoxaldılır və NGS-də biz oxumaları təkrar-təkrar çox görürük və milyon dəfələrlə oxunma nəticəsində artıq bizə yanlış vermə faizi çox aşağı düşür. Nəticəni, yəni yanlış verməsi aşağı düşür. Bu bizim Afgen Diaqnoz Mərkəzində istifadə etdiyimiz rapor formatımızdır. Fetal fraksiyanı qeyd edirik, metodumuzu qeyd edirik və hansı dəyişiklikləri aşkarlaya bildiyimizi qeyd edirik. NIPT Plus rapor formatımızdır və istifadə olunan bütün delisiya duplikasiyalarda aşağı risk və yaxud da yuxarı risk şəklində nəticə dəyərləndirilməsi edirik. Əgər əlavə bir qeydimiz varsa, onları da qeydlərə aparırıq və yaxud da ki, həkimlə məlumat veririk. NIPT testinin bəs nəticələrinin yanlış çıxmağına nə kimi faktorlar təsir edir və yaxud da ki, hansı hallarda qan yararsızdır, bu testin aparılması yararsızdır, o haqqda danışaq. Əsas verilən qayda odur ki, 10 həftə və 24 həftə aralığında olsun. 24 həftədən yuxarı olduğu zaman fetal fraksiyanın miqdarı aşağı düşür və nəticəmizin yanılma payı artır. Bundan əlavə olaraq hamilə qadının vücud kütlə indeksi, yəni boy və çəki arasındakı uyğunluq 40-dan yuxarı çıxarsa, bu da bizim fetal fraksiyamızın aşağı düşməyinə səbəb olur. 40-dan aşağı olduğu hallar isə keçərli sayılır. Bundan əlavə, əgər qan nümunəsi götürüldükdən sonra laboratoriya şəraitində çox saxlamaq olmaz. Onu artıq maksimum 7 gün ərzində işləmə almaq lazımdır. Həmçinin bir sıra metodların içərisində süni mayalanma və yaxud da ki, IGSI var ki, bunlardan istifadə zamanı fetal fraksiyanın aşağı düşməyinə səbəb ola bilər. Bəzi araşdırmalarda səbəb kimi göstərilir, bəzilərinin isə əlaqə olmadığını qeyd edir, amma biz bunu da hər ehtimala nəzərimizdə saxlayırıq. Həmçinin əgər ailədə daha öncədən olan və fərqli bir fenotipə sahib olan genetik xəstəlik varsa və bu NIPT-in aşkarlaya biləcəyi bir şey deyilsə, NIPT testi verdirməyimiz burada yalançı nəticəyə səbəb ola bilər və xəstəyə normal cavab verdiyimiz halda yenə həmin o genetik xəstəlik təkrarlanar. Ona görə bu test artıq burada öz faydasını itirir. Bundan əlavə olaraq ən böyük fetal fraksiyanın qarşısını alan ən böyük faktorlardan biri heparin törəməli maddələrdən istifadədir. Bu Clexanda və yaxud da ki, aspirin və s. hansı ki, qan durulducu maddələrdir. Əgər hamiləlik zamanında bu qan durulduculardan istifadə edilirsə, biz burada bir gün qədər vaxt veririk. Həmin bir gün ərzində dərman və yaxud da ki, iynə qəbulunu dayandırır, ondan sonra testi verir və daha sonra yenidən öz müalicəsinə davam edir. Yəni, ortada bir 24 saatın keçməsi lazımdır. Bundan əlavə olaraq, əgər bir il ərzində, son bir il ərzində hər hansı bir qan köçürülməsi baş vermişdirsə ana üçün, artıq burada test öz effektivliyini itirilir. Çünki burada artıq üçüncü şəxsin DNAsı da qarışmış olur. Başqa bir də itirilmiş əkiz sindromu. Əgər hamiləliyin erkən həftələrində əkiz uşaqları idi və düşük halı yaşanıbdısa, burada hamiləliyin, daha doğrusu uşağın düşməsindən, belə deyək, itirilmiş əkiz sindromu baş verməsindən 8 həftə keçdikdən sonra NIPT analizini vermək məsləhət görülür. Çünki o uşağın DNAları da ananın qanından təmizlənməlidir. Əgər təmizlənmədiyi halda test verilsə, həmin o uşaq düşükdə yaşandığı halda muhtemelen hansısa bir anaploidisi var idisə, onun nəticəsini bizə yanlış yönləndirə bilər.
Bəs fetal fraksiya miqdarı nə qədər olmalıdır? Əsasən 4-ə qədər olan fetal fraksiya aşağı fetal fraksiya miqdarı qəbul edilir və çox vaxtı 4-dən sonrakı raporlanır. 4-8 arası belə deyək, normal bir diapazon hesab edilir və ən yaxşı göstəricilər 8-dən yuxarı olan göstəricilərdir. Və burada bizim əkiz uşaqlarda məsəl üçün fərqli yanaşma olur. Əkiz uşaqlarda bizim gözlədiyimiz fetal fraksiya ilə 8-dən yuxarıdır. 8-dən aşağı olduğu halda artıq biraz bizim testimizin güvənilirliyinə təsir göstərə bilir. Bir də aşağı fetal fraksiyanın çıxmağının bir neçə səbəbləri var. Bunlar anaya bağlı ola bilər və yaxud da ki, uşağa bağlı ola bilər, həmçinin testə də bağlı ola bilər. Yəni laboratoriya şəraitindən asılı ola bilər. Fetusa bağlı olduğu səbəblərdə ən çox bizim narahatçılıq keçirdiyimiz hissə bir anaplegiya riski nəticəsində fetal fraksiyanın aşağı olması və nəticəyə təsir göstərməsidir. Bu bizim üçün daha təhlükəli bir haldır, çünki nəzərdən qaçırda bilərik. Əgər fetal fraksiyanı əldə edə bilmiriksə və testimiz nəticəsiz qalırsa, onda həkimlə mütləq məlumat verib daha ciddi digər metodlardan istifadə edilməsi, ultrasonun daha dəqiq baxılması məsləhət görülür. Bəs maternal faktorlardan əslində biraz danışdıq. Bunlardan əlavə olaraq hamiləlik yaşını göstərə bilərik ki, heparin istifadəsi və vücud kütlə indeksi öz təsirini göstərir və bundan əlavə hamiləlik yaşı, əgər 35 yaşından yuxarıdırsa, burada artıq fetal fraksiya miqdarı düşməyə başlayır. Bundan əlavə olaraq etnik kökən və yaxud da ki, süni maylanma faktorları var. Bəzi bir sıra araşdırmalar aparılmışdı. Onların içində Afrika və Amerika kökənli insanların fetal fraksiyaları Çin və yaxud da ki, Qafqaz xalqlarına nisbətən daha aşağıdır və digər xalqlarda isə fetal fraksiyası daha yuxarıdır. Yəni buna nəzərində nəticəmizdə fərqlilik olsa əsaslandırmaq olar. Süni mayalanma dediyim kimi bəzi araşdırmalar dəstəkləyir, bəziləri isə təsir etməyəcəyini bildirir. Əlavə olaraq fiziki aktiv işlə məşğul olan insanlar ola bilər. Məsəl üçün idman edir və yaxud da ki, velosiped sürür və yaxud da aktiv bir fiziki işlə məşğul olur və səhər testə gəldiyi zaman onun fetal fraksiyası yanlış çıxa bilər. O da necə baş verir? Hansı ki, əzələ işlədir və orada özünün sel-free DNAsının artmasına səbəb olur ana qanında və hesablamanı artıq səhv çıxardır və ana qanındakı öz cfDNA-sı uşağın cfDNA-sının nisbətində ananın cfDNA-sı yüksək olur və ona görə fetal fraksiyamız düzgün nəticə vermir. Əgər xəstədə fetal fraksiya problemi yaşandısa, təkrar sorğu zamanı soruşuruq ki, əlavə bir fiziki aktivlik göstərib yoxsa yox. Və yaxud da ki, bir sıra xəstəlikləri ola bilər. Bunlar əsasən B12 çatışmazlığıdır və yaxud da ki, qan azlığıdır və yaxud da talasemiya kimi faktorlar nəticəsində aşağı fetal fraksiyalar aşkarlanmışdı. Bundan əlavə olaraq bir sıra hormon dəyərləri də fetal fraksiya ilə əlaqələndirilir. Belə ki, PAPA və XG-nin nəticələri arasında da pozitiv dəyərlər aşkarlanmışdı. Yəni PAPA ilə XG-nin aşağı olduğu halda fetal fraksiyanın da aşağı olduğu aşkarlanmışdı. Bunun da səbəbi hər iki hormonun plasentadan ayrılması və hormon sintezinin formalaşmağına görədir. Bəs fetusa bağlı olan nəticələrimizin çıxmamağı necə baş verir? Hamiləlik həftəsi ən böyük faktordur. Dediyimiz kimi, hamiləlik həftəsi artıq keçdikdə nəticə yanlış ola bilər və yaxud da ki, çox erkən aparıldığı zaman nəticəmiz yanlış çıxa bilər. Əkiz hamiləliklərdə ümumiyyətlə cinsiyyətin təyin olunmasında da yanlışlıqlara səbəb ola bilər. Həmçinin də burada fetal fraksiyanı biraz daha yüksək və 8-dən yuxarı götürmək lazımdır. İtirilən əkiz sindromunda qeyd etdiyimiz kimi ən azı 8 həftə vaxtın keçməsi lazımdır. Bəs laboratoriya şərtlərinə bağlı olaraq nə baş verir? Burada bizim NIPT üçün götürdüyümüz əsas tüplər var. Bunlar streç tüplərdir. Ettalı tüplər öz funksiyasını burada göstərə bilmir. Çünki ettalı tüplərə götürdüyümüz zaman həmin bu fetal fraksiya uşağın cell-free DNAsı hər gün keçdikcə daha da azalmağa başlayır və böyük bir fərq yaranır ortada və nəticələr bizim üçün yetərsiz sayılır.
sayılır. Amma streç tüplər var ki, özünə məxsus tüplərdir və bunların içərisində həmin bu miqdar düzgün saxlanılır və serum plazması laboratoriyaya daxil olduqdan sonra tez bir zamanda ayrılır. Daha sonra isə laboratoriyaya işləmə alınır. Həmçinin nümunənin daşınması da və yaxud da ki, saxlanma temperaturları da təsir göstərir. Serum plazma ayrıldıqdan sonra -20-də saxlanılmalıdır, amma daha öncədən otaq temperaturunda saxlanıla bilər və bu artıq çox keçməməlidir müəyyən vaxt ərzində. Bəs NIPT analizinə gələn bir xəstə üçün genetik konsultasiya necə irəliləyir? İlkin olaraq NIPT testi haqqında həmin testin sərhədləri və bizim nəticələrin necə olacağının məlumatı verilir. Əgər nəticə neqativdirsə, xəstə testi verdisə, nəticə neqativdirsə, normal digər rutin testlərimizlə hamiləliyin izlənilməsi davam etdirilir. Əgər pozitivdirsə, burada artıq konsultasiya nəticəsində pozitivlik bizə nə verəcək və həmin bu hansı genetik qüsurlara səbəb olacaq açıqlamaları verilir və burada artıq prenatal diaqnoza yönləndirilmə aparılır, yəni invaziv metoda yönləndirilir. Xəstə burada invaziv metodu istifadə edə də bilər və yaxud da ki, həmin bu testi rədd edə bilər. Rədd etdiyi zaman yenə hamiləliyin izlənilməsi davam etdiriləcək, amma artıq xəstə özü məsuliyyət daşıyır. Prenatal diaqnoza göndərildiyi zaman amniosintez və yaxud da ki, kordosintez edilir və amniosintez nəticəsində bizim NIPT testinin ya doğruluyur, pozitiv nəticə əldə edilir və yaxud da ki, yanlış nəticə ola bilər. Bu artıq yanlış pozitivlik deməkdir. Yanlış pozitivlik olduğu halda hamiləlik yenə davam etdirilir. Doğru pozitivlik olduğu zaman isə həmin bu genetik qüsur xəstəyə başa salınır və hamiləliyin sonlandırılması mı, yoxsa hamiləliyin davam etdirilməsi mi kimi qərarlar verilir. Bunlar bizim laboratoriyalarda əsasən əldə etdiyimiz NIPT analizinin görüntüləridir və trizomiya bizim əsas gözləntimiz Z skoru dəyərinin üzərində olmasıdır həmin bu qrafikin. Əgər qrafikimiz daha yuxarıdan nəticə verirsə, bu trizomiya halıdır. Qrafik daha aşağıdan olduqda monozomiya halıdır. Yəni monozomiyada həmin xromosomun sayının daha az olması deməkdir. Trizomiya isə xromosom sayının artışı deməkdir. Və xromosomun müəyyən bölgəsində artış və yaxud da azalmalar ola bilər. Bu zaman biz yenə azalma varsa delesiya şəklində, artış varsa isə duplikasiya şəklində dəyərləndiririk. Məsələn, burada qeyd etdiyim ikinci şəkildə DMD müskülər distrofiya, yəni səbəb olan bir görüntüdür. Bu X xromosomunun üzərində P qolunun 21.2 hissəsində bir delesiyası var və nəticə olaraq DMD xəstəliyinə səbəb olur. Digər bir nəticədə isə həm delesiya, həm də duplikasiyası var və NIPT nəticəsində əgər həm delesiya, həm də duplikasiya şəklində bir nəticə görmüşüksə, burada biraz bizi yanılda da bilər. Bu ya duplikasiya ola bilər və yaxud da delesiya ola bilər, hətta hər ikisi də ola bilər. Ona görə bizim bu diaqnozu dəqiqləşdirməyimiz üçün mütləq müəyyən testlərə yönləndirməliyik. Bəs burada testləri necə yönləndiririk? Əgər görəcəyimiz nəticə tutaq ki, trizomiya 21-dirsə və yaxud da trizomiya 13 və yaxud da 18-dirsə, biz bunu karyotip analizi vasitəsilə aşkarlaya bilirik. Yəni amniosintez edilir, amnion mayesindən karyotip baxırıq və bu bizə yetərli nəticəni verir. Amma xırda delesiyalar, xırda duplikasiyalar varsa, burada karyotip yetərsiz qalır. Bunun əvəzinə array metodu istifadə edilir. Array artıq daha xırda delesiya duplikasiyaların aşkarlanmasında rol oynayır. Digər NIPT analiz vasitəsilə istifadə etdiyimiz zaman digər bir həssaslığı belə deyək ki, xromosom 19-dur. Xromosom 19-un ümumiyyətlə genetik strukturunda GC miqdarı çoxdur. Yəni guanin, sitozin birləşimləri digər xromosomlara baxan çoxdur və bu bizim nəticəmizə təsir göstərir, həssaslığımıza təsir göstərir və xromosom 19-dakı dəyişikliklərə daha çox yanlış yönləndirmələri apara bilir. Ona görə əgər xromosom 19 ilə bağlı bir pozitivlik varsa, bunu daha dərindən və detallı şəkildə baxmaq lazımdır. Yəni yanlış pozitivlik ola bilər. Bu sadəcə NIPT-ə aid bir şey deyil. Yəni digər bütün genetik metodlarda xromosom 19 öz həssaslığını qoruyur, saxlayır.
Ümumiyyətlə biz dedik ki, NIP testi vasitəsilə təkcə uşağın deyil, həmçinin ananın da bir sıra genetik qüsurlarını aşkarlamaq olur. Məsələn, bizim bir vakamız var idi. İndi onun görüntüsü yoxdur. Orada ana test verdiyi zaman 8-10 həftə arası idi. 13-cü xromosomunda bir delesiyası var idi. Hardasa 3 milyon bazlıq bir delesiya idi və bu delesiyanı artıq bizə maternal olaraq vermişdi. Yəni anaya bağlı olduğunu deyir. Əgər anaya bağlı bir qüsur aşkarlayırıqsa, uşaq üçün prenatal niptin verdiyi cavab artıq öz doğruluğunu itirir. Yəni anadakı qüsur uşaqda varmı, yoxmunu nipt vasitəsilə demək biraz daha çətinləşir və əgər bu qüsur ciddi bir qüsurdursa, həm ana, həm də uşağın baxılması yaxşı olar. Belə ki, həmin bu 13-cü xromosomunda qüsur aşkarlanan bölgəni bizə necə verir? Misal üçün digər şəkildə görsədim. Burada bizə verir. Məsəl üçün X xromozomun 21.2 və 21.1 arasında bir delesiya var, amma bu koordinatlar özünü biraz sağa və sola sürüşdürə bilər və nəticənin tam lokasyonunu düzgün verməyə bilər. Bu düzgün verməməsi isə ortada müəyyən genlər haqqında yanlış məlumat verməyimizə səbəb olar. Ona görə də biz lokasiyanı dəqiqləşdirmək üçün R-ray analizinə göndəririk. R-ray analizində həmin lokasiya dəqiqləşdirilir. Ondan sonra həmin hissədə hansı genlər təsirlənmişdi deyə baxılır. Məsəl üçün həmin xəstə üçün 5 dənə geninin təsirləndiyini və daşıyıcı olduğunu gördük. Daşıyıcı olduğu halda hər hansı bir xəstə üçün bir fəsad yaratmır, amma detaylı genlərə baxdığımız zaman genlərdən biri əzələ distrofiyasına səbəb olacaq bir gen idi. Digərləri isə xərçəng formalaşmasında iştirak edən genlərdir. Lakin bu xərçəngin formalaşmasında iştirak edən genlər əsas ana faktor təşkil edəcək genlər deyil. Yəni bir BRCA, 1-2 və yaxud da ki SDH geni deyildi. Kənar bir genlər idi həmin yolaqların olmağında. Ona görə onlar üzərindən çox düşmədik. Biz əsas əzələ xəstəliyini yaradacaq genin üzərinə fokuslandıq. Həmin bu gen SGCG geni idi və ana amniosintez olunmasını hələ ki istəmirdi və uşağın da maksimum daşıyıcı olacağını düşünürdü. Ona görə ataya da biz həmin genə və həmin delesiyaya baxdıq. Yəni R-ray və genə baxdıq. R-raydə delesiyası olsaydı uşağın homozigot olma riskini nəzərə alacaqdıq. Onda artıq amniosintez edəcəkdik. Yox, normal çıxdığına görə və genində də bir qüsur olmadığına görə hamiləlik normal davam etdirildi və uşağın daşıyıcı olmağı və yaxud da ki sağlam olmağına baxmağa ehtiyac olmadı. Yəni bizim əldə edəcəyimiz nəticə ya anası kimi daşıyıcı olacaqdı və yaxud da ki sağlam bir uşaq dünyaya gələcək. Müəyyən bu şəkildə bizə yönləndirmələr edə bilir. NIP-lə bağlı aparılan bəs araşdırmalar hansı yöndədir? Ən son baxdığım məqalə 2025-ci ilin noyabr ayındakı məqalədir və burada Norveçdə aparılan çalışmadır. Norveçdə 35 yaşından yuxarıdakı qadınlar üçün, yuxarı sərhəddə olan qadınlar üçün NIP testi belə deyək də tarama testi olaraq tamamilə daxil edilib. Lakin onların istəyi odur ki, 35 yaşdan da aşağı olan qadınlar üçün rutin tam halında 30 olsun. Yəni dövlət qarşılayır 35 yaşından yuxarıdakı qadınlar üçün, digərləri isə özləri qarşılayır. Lakin öngörüləri və gözləntiləri bu haldadır ki, bütün dünya artıq yavaş-yavaş istəyir ki, tarama testi olaraq tam rutin qəbul edilsin. Bəs NIP testi ilə bağlı əldə edilən nəticələr necədir? Bayaq qeyd etdim ki, mozaik halları qaçırda bilir. Mozaik hal nə deməkdir? Məsəl üçün trizomiya 21 üçün qeyd edək. Hüceyrələrin bir hissəsində trizomiyası, yəni xromosom sayının artışı var, digər hissəsində isə xromosom sayının artışı normaldır. Bu halda artıq göstəricilər tam bir trizomiya halından daha aşağı olmuş olur. Yəni müəyyən tutaq ki, müddətdə müəyyən faizdə uşaqda mental gerilik yarana bilər və yaxud da ki, ürək qüsuru tam ağır formada formalaşmayacaq, amma müəyyən bir formada formalaşacaq və bunlar hamısı həmin o faiz nisbətinə əsasən nəticədə əsasən xəstəyə məlumat verilir. Bir məqalədə isə
Deməli, qeyd edilmişdi ki, ə, bu xəstə hamiləlik zamanı NIPT testi verib və trizomi 13 üçün. Trizomi 13 üçün yüksək risk qeyd edilibdi NIPT testində. Sonra onlar amniosintez ediblər və amniosintez nəticəsində bəlli olub ki, əslində 77 metafaza kimi çıxıblar və sadəcə bir metafazında mozaik hal var imiş. Digər hamısı isə normal çıxıb. Yəni NIPT testi bəzən çox xırda bir şeyi belə yakalaya bilir, amma bunun bir metafazda olmağı xəstə üçün təhlükəli bir vəziyyət deyil. Ona görə də hamiləliyin davam etdirilməsinə qərar veriblər. Digər bir iki vaka daha var. Bunlardan birincisi 37 yaşındakı bir qadındır. 12 həftəsində NIPT analizini verib və burada NIPT analizi nəticəsində deməli yüksək riski aşkarlanıb trizomi 13 üçün. Və XY normal bir oğlan uşağıdır və trizomi 13 riski var. Sonra amniosintez edilib karyotipinə baxıldığı zaman mozaikası aşkarlanıb və burada artıq deməli 7%-ə qədər, yəni 36 metafazında anormallıq aşkarlanıb. Daha sonra isə ailəyə məlumat verilib ki, uşağın genetik qüsuru nə qədər olacaq və daha sonra onlar 19-cu həftəliyində hamiləliyin sonlandırılmasına qərar veriblər. Yəni mozaik halları yakaladığı hallarda, aşkarladığı hallarda olur NIPT-in. Amma yenə də tam söz verilmir ki, mozaikanı qaçırdacaq və yaxud da ki, yanlış dəyərləndirəcək və yaxud da düz dəyərləndirəcək. Başqa bir vaka isə deməli, o da 40 yaşındakı bir qadındır və 12 həftəliyində analiz verib. Burada analiz nəticəsində trizomi 22-dən şübhələnilib və Y xromosomu aşkarlanıb. Sonra bu amniosintezə getdiyi zaman isə hüceyrələrin bir qismi oğlandı, XY-dir və həmçinin digər bir qismi isə XX-dir. Yəni burada cinsiyyət xromosomlarının bir mozaik bir vəziyyəti var. Həmçinin də 22-ci xromosomun mozaik bir halı var və burada uşağın genetik qüsurlarının daha çox olacağı, ürək qüsurlarının olacağı kimi məlumatları veriblər və 22-ci həftədən sonra artıq səhv eləmirəmsə UZI yoxlanışı zamanı özünü göstərib dölün qüsurları və 23 həftədə artıq hamiləliyin sonlandırılmasına qərar verilib. Bundan əlavə bir məqalə daha var idi ki, NIPT analizi verən bir anada daha sonra məmə xərçəngi, süd vəzi xərçəngi aşkarlanıb. Bu xəstə deməli ilkin həftələrində yenə NIPT analizini verir və burada 13, 18, 21-ci xromosom və digər bütün xromosomlarına baxılır və baxıldığı zaman bu xəstənin həm triploidisi görülür, yəni XXX cinsiyyət xromosomu artışı görülür. Həmçinin də 17-ci xromosomunda, 8-ci xromosomunda və 1-ci xromosomunda da dalğalanmalar müşahidə edilir və xəstəyə sonradan təkrar test verilməsini məsləhət görürlər. 1-2 həftə keçdikdən sonra yenə test verilir və yenə eyni nəticələr əldə olunur, amma uşağın da göstəriciləri hələ ki normal gedir. Daha sonra onlar ananın detaylı nəticələrinə baxdığında süd vəzisində kistlərin olduğu, daha sonraki mərhələlərdə isə metastaz etmiş bir süd vəzi xərçəngini aşkarlayıblar. Burada əsas səbəb nədir bəs NIPT-də bunu özünü göstərməyi? Xərçəng hüceyrələri artıq qana daxil olub və orada fetal fraksiyanın təsiri nəticəsində həmin bu xromosomlarda müəyyən oynamalar göstərir. Dediyimiz kimi ananın da DNA-sına baxdığı üçün müəyyən bir miqdarda orada 17-ci xromosomdakı artışına da baxılır və bu xəstə üçün HER2 pozitivliyi var. Yəni HER2 17-ci xromosomun həmin hissəsindəki qolunda yerləşir və ekspressiyasının artışına səbəb olubmuş. Yəni NIPT orada əslində onu yakalamış olub. Bizim daha öncə belə bir rastlaşdığımız xəstəmiz də var idi. Normal, səhv eləmirəmsə 14 həftəliyi falan idi. Normal NIPT testi verdi və əslində bir şübhəsi yox idi, sadəcə tarama üçün vermişdi. Hər dəfə baxırdıq və 16-cı xromosomda hər dəfə yüksəlmə gördük. 2 dəfə təkrar elədik. İkisində də yüksək gördük, amma 16-cı xromosomda trizomiyası olacaq bir
döl artıq inkişafının dayandırılmalıdır, yəni həmin həftəyə qədər. Sonra yenidən bir həftə keçdi, yenidən biz test verdik və nəticə normal çıxdı. Bu şəkildə məlumatları verdik əslində və takibini də məsləhət gördük. Üstündən bir həftə 10 gün keçəndən sonra ananın qan xərçəngi olduğu ortaya çıxdı. Burada artıq ə, belə deyək də, xərçəng nəticəsində yaranan yenə hüceyrələrin qana daxil olmasının bizim nəticələrimizə, niftin nəticələrinə təsir göstərməyinə əsaslanır və bir neçə əlavə vakalar da gördüm ki, artıq daxil edilibdi. Yəni məmə xərçəngidir, qan xərçəngidir və bir sıra bu xərçənglərin yakalanmasına belə deyək də təsir göstərdi. Və yaxud da ki, xərçəng artıq niftin nəticəsinə təsir göstərir, belə də deyə bilərik. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Buyurun, suallarınız varsa Cavid bəy baxa bilərik. Təşəkkür edirəm Xarqı xanım ilk öncə təqdimat üçün. Ə, Sonuncu keyslə bağlı bir qısa əlavə deyim ki, o xərçəngin aşkarlanmasından bağlı bizim də Hı hı. keçənlərdə bir poliklinikaya müraciət edən bir pasiyentdə pankeras xərçəngi çıxdı və məyərsə ailə üzvlərində də var imiş. Tarama gerçəkləşib ailə ağacı çizərkən çıxdı. Hani niftin bu tərəfi də var pozitiv yandan ki, yəni bir məlumat vermiş olur ailəyə və onun ətrafındakilərə. Belə deyək də, niftin nəticəsində əgər bir anomaliya varsa, bu bizə onu göstərir ki, onu keçməmək lazımdır. Yəni testə bağlıdır deyib və yaxud da ki, hansısa bir laboratoriya şəraitində yaranmış bir şeydir deyib keçməmək lazımdır. Mütləq detaylı baxmaq lazımdır ki, görək bunun təsiri nədir. Lazım olanda testi təkrarlamaq və yaxud da ki, ananın göstəricilərinə mütləq baxmaq lazım olur. Buradan biz bu nəticəyə gələ bilərik. Bəli. Bir sual var. Mhm. Tək tərəfli fetal hidronefroz 22-23-cü həftə hamiləlikdir. Ekonomaliya aşkar olunmayıb. Bildiyimiz qədərdə hidronefrozun genetiklər əlaqəsi zəifdir. Pasiyent bu səbəblə Mhm. amniosintez və ya NIP testi edə biləcəyini məsləhət görülüb. Sonuc normal olarsa, yaxın təqiblə hamiləliyin davamının uyğun görəcək. Genetik araşdırma mövzusunda əlavə məsləhətiniz varmı? Orada ailəyə baxmaq olar ki, görək ailədə daha öncədən genetik qüsurlu uşaq varmı, və yaxud da ki, nəsildə varmı? Bizə biraz daha o yön verə bilər. Əgər biz NIP-dən daha çox, əgər amniosintez ediləcəksə, VES analizinə baxılmağını məsləhət görərəm. Düzdür, genetika ilə bağlı, bəli, bağlantısı çox aşağıdır. Amma ailədə yan göstəricilər varsa, digər qüsurlu uşaq varsa, onda amniosintezlə VES, yəni genlərinə baxaq ki, görək genetik bir səbəbdən yaranan bir problemdirmi, yoxsa deyilmi. Amma belə hamiləliyə bəli davam etdirilə bilər. O zaman pasiyenti genetik konsultasiya önərmək daha düzgün olar ki, həm ultrasonoqrafinin Əslində, digər detallısına bə baxılsın və test. bəli, bəli. Mhm. Yönləndirmək olar və həkimə də dediyimiz kimi bu məlumatları xəstədən götürüb yenə məlumatlar əsasında yol ala bilərik, bəli. Aha. Digər bir sual, təkrarlayan hamiləlik itkisi olan cütlüklərdə ətraflı araşdırma üçün cütlərə hansı genetik test verməyi məsləhət görərdiniz? Mhm. Görürsünüz. Təkrarlayan düşüklərdə əsas əgər düşüklər ilkin həftələrdədirsə, xromosom anomaliyalarından daha çox bağlı olar və ilkin olaraq da karyotip analiz məsləhət görülür hər ikisinə. Burada translokasiyalar səbəb ola bilər düşüklərin yaranmasına. Ona görə ilkin məsləhət gördüyümüz test karyotip analizdir bu şəxslər üçün. Yox, əgər müəyyən bir həftə keçdikdən sonra 8 həftə və sairə gəlirsə və yaxud da elə yenə erkən həftələrdə də ola bilər. Bir də trombofiliya panelinə baxılması məsləhət görülür. Orada tromboz panellərindəki bir sıra genetik qüsurlarda hamiləliyin erkən sonlanmasına səbəb olur. Yəni həm trombofiliya paneli, həmçinin də karyotip analizi ilkin mərhələ üçün bizim işimizi görür, belə deyək. Bir də yanlış xatırlamıramsa, əgər yanlış varsa düzəldərsiniz, Xərqə xanım. Buyurun. Amerikanın və eyni zamanda Türkiyədə hazırda dəqiq protokoldadır ki, bu təkrarlayan düşüklər 8 həftənin üstündə olduğu müddətcə trombopanel verilməlidir. Ən azından altılı panel verilib. Hani çünki nöral tüp defekti nə gətirir, çıxarır o hamiləlik dövründəykən.
Hı hı. Bildiyim qədərlə Azərbaycanda yoxdur belə bir protokol, hani trombonun verilməsinə bağlı. Əslində çox bahalı bir analiz də deyil trombo. Hani hamiləlik təqib müddətincə verilə biləcək bir testdir deyə düşünürəm. Bəli, Amma bəli, bəli. Ə, Biraz orada trombofiliya panelində fərqliliklər, fərqli nəticələrə səbəb ola bilər. Belə ki, məsəl üçün bir dənə genetik qüsur var isə, həmin paneldəki genlərdən, şeylərdən danışaq da. Bir qüsur varsa, həmin məsəl üçün qan laxtalanmasını müəyyən qədər etkiləyir və xəstə məsəl üçün öz hamiləliyini heç bir kleksan və yaxud da ki, digər dərman istifadə etmədən də davam elətdirə bilər. Amma bir neçə dənə artıq orada qüsurlar varsa, kleksan istifadəsi vacib bir şərt halını alır. Ona daha çox ginekoloqlar qərar verirlər ki, hansı bir mərhələdə artıq trombofiliyaya ehtiyac var. İlkin hamiləlikdə onu biraz daha çətin olur. Həm aşkarlamaq, həm də xəstəyə məsləhət görmək də hal-hazırda çətindir. Amma ki, o da əslində sıx istifadə olunsa yaxşı olar, bəli. Ən təşəkkür edirəm. azından belə deyək də, hamiləliyi qurtarmış olarıq. Əgər bir trombofiliya nəticəsində sonlanan bir hamiləliksə, elə ilk uşaq üçün belə bunu qurtarmaq olar. Təşəkkürlər. Digər bir sualda açıqlanmayan sonsuzluqlarda araşdırmada hər hansısa bir səbəb aşkar edilmədiyində Hı HL uyğunsuzluğu üçün genetik mütəxəssislə konsultasiya edilir. Bizim klinikada bu test varmı və uyğunsuzluq aşkar edilirsə buna yönəlik peyvənd dedikləri inisiativ işləmlər mümkündürmü? hı. Mümkündür, bəli, olunur və bir sıra nəticələr də əldə edilir, amma peyvənd hissəsi bizim laboratoriyamızda edilmir, amma HLA uyğunluq analizini bəli, laboratoriyamız qəbul edir. Bununla bağlı da araşdırmalar iki tərəflidir. Bəziləri HLA uyğunluğunu uyğunsuzluğu deyər bir şeyə qəbul etmir, amma digər həkimlər və yaxud da ki, mütəxəssislər qəbul edir. Ona görə də burada biz genetik həkimə şey eləyirik, buraxırıq testi verdirmək istəyib və yaxud da istəməməyini. Amma bəli, test olaraq qəbul edilir. Şeydə əslində bu sonsuzluq kimi durumlarda bir genetik check-up ümumiyyətlə belə ki, belə bu durumlarda hani bizim praktikada belədir ki, adətən daha çox karyotip verib duruma baxmağa çalışırıq. Həm basic bir metod kimi altın Bəli, standartdır, bəli. qiymətli uyğundur və daha yaxşı bizə cavab verir ki, yəni bir translokasiya daşıyıcısı da olduqda bəzən bu sonsuzluqla əlaqəli ola bilər, inkişaf getmir və sair kimi. Ə, Bəli. Haşera da Xaqi xanım dediyi kimi çox belə tərəfli mövzudur. O, həm sonsuzluq həm çünki orada anticismlər falanla əlaqəlidir. Hani bir əlaqələndirirlər, bir əlaqələndirmirlər. Ee, Bir də bir sual daha var. O zaman ailədə bilinən spesifik tək gen xəstəlikləri varsa, məsləhətimiz invaziv işləmlərlə diaqnozu qoymaqdır anladığım qədər. Bəli, 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 elə olmalıdır. Əgər bir talasemiya varsa, bir kistik fibroz varsa, orada mütləq şəkildə amniosintez olunub baxılmalıdır. Ana, ata hər ikisi daşıyıcıdırsa, əgər xəstəliyimiz autozomal bir dominant resessiv olma vəziyyətinə görə biz orada 50%, 25% daşıma riski yaşayır və o riski dəqiqləşdirməliyik. Ona görə də invaziv metodla uşaq daşıyıcıdırmı, sağlamdırmı, xəstədirmi diaqnozu qoyulmalıdır. Bir sıra xəstəliklər var ki, onların fəsadları ağırdır. Kistik fibrozdur, talasemiyadır. Onların fəsadları ağır olduğuna görə mütləq invaziv işlem məsləhət görülür, bəli. Bir də icazədən əlavə eləyim bura bir dənə Xarqi xanım ki, fetal ultrasonografiyadakı bir üçlü minor bulğular, işte bu NTO'lar, ductus venusda artmış akın Bəli. paternali ola bilər kimi durumlar. Hı hı. Bu ən son güncəlləməyə görə belədir ki, 3 minor şey varsa, durum varsa ultrasonda göndərilməlidir invazivə, yəni Hı şey hı. olmalı deyil. Bəli, bəli, Bir də düzdür. təbii ki, major, məsələn, kistik higroma var ya da digər major belirticiləri varsa, o zaman Amerika deyir ki, heç gözləmədən, yəni bunu sentriyə falan göndərmədən direkt invazivə göndərmək Düzdür. lazım. Heç bizim Türkiyədə öcə artıq 2 minor belə bəs eləyir ki, xəstəni invazivə göndərsinlər. Yəni bəklətməyə almırlar.
Orada həm maddi durumda öz rolunu oynayır, həm xəstənin psixologiyası da öz rolunu oynayır. Çünki nəticələrin çıxma müddəti var, vaxt keçir, hamiləlik böyüyür və ona görə tez qərar vermək lazımdır. NIPT xəstənin vəziyyətinə görə həmin situasiyada qəbul edilərək əlavə edilə bilər və yaxud da edilməyə bilər. Əgər belirtilər kesindirsə, məsələn, bir holoprozencefali varsa və bu 13-cü xromosom trizomiyasını bariz şəkildə belə deyək də bildirirsə, həm birbaşa invaziv metodla tezliklə nəticəyə varmaq lazımdır. Yəni bu süreçdə əslində belə eləmək daha məqsədəuyğun olar ki, genetik konsultasiya ilə ginekoloqun birgə davranması, genetik mütəxəssislə ginekoloq mütləq birlikdə getməlidir. Özəlliklə bu detallı ultrasonoqrafiya zamanı bir anomaliyalar gördükdə şübhələndiyi zaman test seçimi mərhələsində əslində genetikdən konsultasiya eləmək ya həkimin ya da pasiyentin daha doğru olar. Çünki burada o dediyimiz kimi gedişata görə test seçimi də dəyişir. Düzdür. Bu baxımdan daha üstün, həm də üstün deməyək də daha dəqiq test seçimini və maliyyət baxımından daha uyğun ola biləcəyini mütəxəssis daha uyğun seçə bilir. Ona görə də bu durumlarda əslində konsultasiya edərəkdən irəliləmək daha məqsədə uyğun olar. Hı hı, Ə, bəli. Bir sual daha. NIP testində DiGeorge sindromu 22q112 delesyon araşdırmada istifadə oluna bilər. Bəli, Bilgi. bəli, istifadə olunur. Həmin bu 60 delesiya duplikasiya var ki, onlar daha belə deyək də gəlmə tezliyi daha çoxdur, daha sürətlidir və onları daha çox NIPT testi yakalamaq üçün hədəflənibdir. Delesiya duplikasiyaları olan NIPT Plus panelində və Digeorge sindromu onların içindədir, bəli. Təşəkkürlər. BRC gen mutasiyasına Afgenda baxıla bilirmi? Bəli, baxıla bilir. BRCA 1-2 delesiya duplikasiya və ya MLP analizindən oluna bilir. Ə, Bizim Beləcə 1-2 üçün bunu qeyd etmək istəyirəm ki, belə deyək, genetik testlər bir-birindən fərqlənir. Məsəl üçün, sekans analizi də var, MLP analizi də var və xəstə hansına göndərsin və yaxud xəstə hansını versin və yaxud da həkim hansına göndərsin hissəsində biraz qarışıqlıqlar yaranır. O da genetik tərəfdən məlumatlarımızın əksik olmağına səbəb olur. Məsəl üçün, beləcə 1-2 geninə necə baxılır? Əvvəlcə sekans analizi aparılır. Sekans analizi aparılanda onun genindəki tək-tək nukleotid ardıcıllıqlarına baxılır. Hər bir nukleotid ardıcıllıq belə deyək öz yerindədirmi? Yəni delesiyası və yaxud da duplikasiyası varmı, yoxmu ona baxılır və yaxud da ki sayı artıbmı, azalıbmı, çox az. Məsələn 3 dənə nukleotidə, 5 dənə nukleotidə bu qədər baxılır. Təkcə sekans analizinin baxılması da yetərsiz ola bilər. Burada artıq bizim tam verəcəyi 1-2-nin nəticəsini verməyimiz üçün MLPA-nı da görməliyik. MLPA isə daha böyük bir delesiya duplikasiyanı. Çünki beləcə 1-2 böyük bir gendə hər birinin 27 və 23 səhvləmirəmsə ekzonları var. Böyük bir hissədir. Sekans artıq o böyüklükdə delesiya duplikasiyanı tuta bilmir. Ona görə MLPA-nı artıq ikinci mərhələ kimi. Yəni bu xəstə ciddi bir beləcə 1-2 şeyi daşıyırsa, ailədə həddən artıq vakalar varsa və beləcə 1-2 sekansı normal çıxdısa, MLPA-ya da mütləq baxılmalıdır. təşəkkürlər. Əkizlərdə NIP testinin taramaq məsləhət görürsünüzmü? Ə, Əkizlərdə tək uşaqlara, tək dölə baxan biraz belə deyək də risk qrupuna girir, amma nəticələr yenə yaxşıdır, normaldır. Şübhəli vəziyyət daha azdır. Məsləhət görürük, bəli, amma cinsiyyət xromosomlarının təyinin üçün yararsızdır, belə deyək. Belə deyək də bizdə məsəl üçün Y xromosomunu görsədə bilər, faiz olaraq çıxacaq Y xromosomu tutaq ki. Amma ki orada biz bilə bilməyəcəyik ki, iki uşağında mı Y xromosom var, yoxsa tək uşağın mı Y xromosomudur bu. Ona görə cinsiyyət təyini üçün yararsızdır. Amma digər anomaliyaların aşkarlanması üçün bəli yararlıdır və məsləhət görürük. Burada yenə fetal fraksiyanın yuxarı olmasına həkim nəzarət eləsin. Həmçinin biz də nəticəni verməmişdən əvvəl baxırıq. 8-dən yuxarı fetal fraksiya ilə nəticəni veririksə, daha güvənilirliyi artır. 8-dən biraz aşağıdırsa, belə deyək də beynimizin bir tərəfində saxlayırıq ki, fetal fraksiyamız biraz aşağı idi. Biz yenə də UZI və digər metodlarımızdan daha dəqiq davam edək. Təşəkkürlər. Osteogenesis imperfecta diaqnozunda genetik müayinə nədən ibarətdir?
Bu cam sümük kemik. Perfekte. Ə, Diaqnoz müayinələr Kol nədən 1-2A. ibarətdir? Necə? Bu kimi adətən şeylərdə, yəni bilmirəm sizin fikriniz varmı yoxsa yox, bu kimi durumlarda adətən belə məsləhət görülür ki, şey olsun, daha yəni, bulğu nəyə görə deyirsiniz? Yəni ön tanısı şübhəlidirmi yoxsa dəqiq kəsin osteogenesis imperfecta'dan mı şübhələnir? Əgər belədirsə təkcə baxıla bilər, çünki kol 1 A2 A1 A2-dir. Amma əgər şübhəli bir durumsa, hani bir çox şey varsa, məncə NGS panel şəklində və ya VES və ya CES göndərmək bu kimi hallara daha dəqiq işləyir. Çünki adətən bu kimi məsələn ön tanısına gələnlərin tarama olanda secondary finding dediyimiz ikinci bulğusunu tapanda başqa anomaliyalar çıxır üzə. Patogenik variantlar çıxa bilir. Ə, Belə ola bilər, amma ən dəqiq indi Xarqi xanım necə? Bəli, bəli, mən qatılıram dediklərinizə. Həm də besin bu kimi hallarda verilməsi, yəni bütün genlərin taranmasının bizə faydası nə olur? Xəstənin belə deyək də bir biokimyəvi analizlərdən biraz daha fərqlidir genetik analizlərin dəyərləndirilməsi. Burada biz məsəl üçün laboratoriya hissəni işlədik və onun nəticələrinin dəyərləndirilməsi kompüter vasitəsilə informatik olaraq aparılır. Yəni biz məsəl üçün bir osteogenezis xəstəsini əgər NGS vasitəsilə taramışıqsa, VES-də tutaq ki, taramışıqsa, onun datası 3-5 il olaraq o laboratoriyanın artıq şeyinə bağlıdır, özünün iş prinsipinə bağlıdır. 3-5 il həmin datanı saxlayır özündə. Misal üçün bu gün ay geni hələ osteogenezislə əlaqəsi tapılmayıbsa belə, 2 ildən sonra həmin genində osteogenezislə əlaqəsi tapıla bilər və yaxud da digər xəstəliklə. Biz xəstəni təkrar bir də testə göndərmək əvəzinə laboratoriyaya deyirik ki, bir dənə data analizini təkrar çək elə, görək həmin genda hər hansı bir dəyişiklik var mıydı. Bu şəkildə bizə daha yaxşı məlumat verir. Teşekkürler. Yüksek riski olmayan hamilədə 11 həftə 5 gün dönəmində ultrasonografide 3,3 milimetr NT ölçülüb. Hı hı. Nə önərirsiniz? NIPT yoxsa amniosintez? Amniosintezə nə istəyirsiniz? Bəli. Karyotit yoxsa FM? 11 həftədir. 11 həftədirsə və təkcə UZI görüntüsündə NT, yəni bu NT problemi varsa, mən məsləhət görərəm əslində, hə, NIPT-ə getsin xəstə və çox belə panik, isterik bir xəstədirsə, birbaşa amniosintezdən qorxacaq bir xəstədirsə, mən məsləhət görərəm NIPT-ə getsin. Çünki bəzən şeyə də bağlı olur. O radioloqların ölçümlərinə bağlı yanlış nəticələr verə bilir. Ona görə mən məsləhət görürəm ki, NIPT-i versin. Yüksək risk aşkarlansa, ondan sonra hə amniosintezdən artıq karyotip bizə bəs eləyəcək. Çünki o bizi biraz down-a apardı artıq. Yəni əgər bir down-dan şübhə həm UZI-də də artacaqsa göstəricilər həmin o 1 həftə, 2 həftə ərzində karyotip bizim işimizə bəs eləyər. RR-yə ehtiyac olmayacaq. Bir də əslində artı olaraq şey də ola bilər deyə düşünürəm. İləri dönəmdə bir detallı ultrasonoqrafiyada NT-nin yenə qalınlığı və digər şeylər necədir? Onlara Bəli. da baxılıb əslində daha şey ola bilər. Belə Amma deyək, yəni, amniosintez 15-16 həftədən aparılır. 15-16 həftəyə kimi vaxtımız var. Yəni yəni bir istəyirsə 1-2 həftə sonra yenidən bir takib edə bilərsiniz. Karyotip həmçinin bizə nə üçün kifayət eləyər, onu da izah edeyim. Karyotip həm normal anomaliyalar da aşkar edir, belə deyək, həm də mozaik halı da aşkar edir. Yəni bir mozaika nəticəsi varsa burada, karyotip bizə kifayətdir. Yəni RR-yə ehtiyac olmayacaq. ə, bir dənə əslində research sual kimi bir sual gəlib ki, kişilərdə NIPT aparılırmı? Hansı Hmm. xərçənglərin skrinинgi üçün istifadə oluna bilər? Ə, Neft aparılmır kişilər üçün və xərçəngin skrininqi üçün istifadə olunması yanlış bir şey olar. Çünki bizim bayaq dediyimiz xərçəngi aşkarlayan faktorlar orada başqa idi. Necə bir faktorlar var idi? Orada belə deyək də, xərçəng nəticəsində formalaşan bir hüceyrə toplusu var. Məsəl üçün
süd vəzi xərçəngində kişilər üzərindən danışsaq, nə bilim, qaraciyərində bir hüceyrə toplumu formalaşır və həmin o metastazın yolları içində var da, hüceyrələr qopur, qan vasitəsilə, adezyon vasitəsilə keçir, qan dövranında takib edilir. Və nifti çaşdıran əslində xərçəngin keçdiyi, qana keçid buraxdığı həmin DNA parçacıqları idi, niftin nəticəsini çaşdıran. Və burada artıq skrininq üçün, yəni istifadə olunması bir metod deyil. Onun üçün kişilər məsəl üçün adi hereditar kanser panelini verə bilərlər. Ailəvi ötürülən bir xərçəng riski varmı, ona baxıla bilər. Və yaxud da ki, nəsə bir şübhəsi varsa, daha doğrusu daxili orqanlarına bağlı bir şübhə falan formalaşıbsa, onkomarkerlərə baxıla bilər. Sualı edit elədilər ki, əslində Aha. kişilərdə non-invaziv test aparılırmı? Hansı xərçəklərin Hə. screening üçün istifadə olunur? Bildiyim qədərilə researchda, amma Xarki xanım yəni Ə, hələ ki belə kliniyə oturmuş bir şey görməmişəm. Yəni belə ancaq Belə bir şey var ki, surface falan. şey tüpləri olaraq istifadə olunur. Non-invaziv cell-free DNAsı götürülüb Eynən. istifadə olunur. Amma ki orada məqsəd başqa olur. Yəni NIP testi kimi hesab edilmir. Orada sadəcə olaraq tüpün içərisində cell-free DNA'nı götürüb və onun analizi aparılmağa göndərilir. Amma hələ ki bu tam oturmuş bir şey deyil. Təşəkkürlər. Genetikanı öyrənmək olarmı orada? Dərs keçirilirmi? Orada dedikləri afgendimi yoxsa haradımı? Hə, Onu Afgan bir nəzərdə dənə. tutulur, bəli, əlbəttə. Praktikaya bəli gələ bilərsiniz, amma belə deyək də, laboratoriyanın öyrənilməsi hissəsidir. Əgər həkim laborantsınızsa, bəli, müəyyən praktika dərslərimiz olur, bir ay ərzində keçə bilərsiniz. Bu haqqda mövzu, belə suallarla bağlı problemləriniz varsa, öz laboratoriyamıza sabah və yaxud da digər günlərdə də əlaqə yaradın, detaylı sizə məlumat verək. Mən də bura e-maili yazım. Burada qeyd etdim e-mail ilə suallarınızı ünvanlaya bilərsiniz. Oradan da cavablandırmağa çalışacağıq biz. Yuxarıda cavablandırdığımız əslində Xarika xanım suallara editlər gəlib. Aha, Birincisi gördüm, bəli. əkizlərdəki bu NIP testindən bağlı idi. Buna edit olaraq deyiblər ki, əkizlərdə var olan anormal nəticə hansı fetusdan qaynaqlı olduğunu necə bilirik ya da bilə bilərik? O zaman hər hansı bir olumsuz nəticə olduğundan hər iki fetusdan ayrı-ayrı amniyosentez işləm önəriləcəkmi? Bəli, önəriləcək, ayrı-ayrı önəriləcək, çünki bilə bilməyəcəyik. Çünki hər iki fetus öz DNAsını ananın qanına buraxır, hansına məxsus olduğunu ayırd edə bilmirik. NIPT vasitəsilə mütləq şəkildə hər iki fetusa da baxılmalıdır, bəli. Belə, suallar bitdi deyə görürəm. Əgər suallarınız varsa, yenə də qeyd edə bilərsiniz və ya qeyd olunan e-mail adresinə də göndərə bilərsiniz. Bir Ə, dəyişdirilmə yenə var. Amniosintez daha məsləhətli olar. Hansı Bu 11 həftə eynən içində. 11 Bəli, bəli. həftə. Niftin çox az da olsa, 1% da olsa yanılma payı var. Həmçinin tarama testidir, tanı testi deyil. Ona görə son nəticəni amniosintez verəcək. Əgər şübhəniz varsa, xəstə onaylayırsa, birbaşa amniosintezə göndərin, bəli. Bir də mən yekun olaraq bir toparlama eləmək istəyəcəm. Əslində bu gün də gördüyümüz kimi Xarqi xanımın da təqdimatında ə, ümumiyyətlə prenatal genetika genetikanın çox əsas hissəsini demək olar təşkil eləyir. Həm dəqiqlik, həm də önəmlilik baxımından, aciliyyət baxımından. Çünki Xarqi xanım da protokolda izlətdiyi üzrə hamiləliyin sonlandırılması və ya davam edilməsi kimi durumlar söz konusudur. Bu baxımdan da genetik testin seçilməsi zamanı çox-çox yaxşı olar ki, genetikçi ilə birlikdə konsultasiya aparılsın və uyğun testin seçilməsinə bağlı bir fikir mübadiləsi aparılsın. Çünki sizlər klinik bulqularını, işte ultrasonunu və sair detaylandırıb göndərdiyiniz təqdirdə genetikçi də hansı testin daha uyğun və Ə, necə belə deyək, test seçimini eləyib və ona uyğun dəqiq informasiya verə biləcəyini gözləyə bilərik. Az öncə verdiyiniz suallardan da amniosintezmi yoxsa non-invazivmi seçilməsi bunun bariz nümunəsidir. Bunun kimi digər test seçimləri də. Çünki bəzən bizim işte az öncə bir test daha söyləndi ki, Osteogenesis imperfecta məsələn. Bunun üçün tək gen də baxıla bilərmi? Bilər, amma tövsiyə olar ki, West və ya digər işte testlər verilsin. Bunun kimi digər prosedurlar olur. Buna görə də əslində konsultasiya çox önəmli bir yerə sahib olur.
Bu baxımdan da bütün həmkarlarımızı mən dəvət eləyərdim ki, rica eləyərdim ki, konsultasiya ilə birlikdə test seçimi aparılsın və bu testin interpretasiyasını da özəlliklə yeni nəsil dizləmə texnologiyalarını, NGS-in nəticələrinin interpretasiyasını genetik konsultasiyanın eləməsi çox daha yaxşı olar. Çünki bəzən orada belə deyim, Genetikanın öz alfabesi var. Orada bəzən elə nüanslar olur ki, onun anlaşılması çətinlik yarada bilər. İşte məsələn bu Xarqə xanım az öncə də vurğuladığı kimi 3-5 il ərzində bu laboratoriyadan laboratoriyaya dəyişir, arxivdə qalır və onların gərəkirsə yenidən reanaliz olunması kimi durumlar ola bilər. İşte vuz çıxıbsa xəstəyə yenidən çağırılıb, bir il sonra təkrar bir gəlin, reanaliz olunacaq kimi və sair kimi durumlar ola bilər. Ona görə də əslində testin seçimindən sonra nəticə çıxdığı zaman genetik konsultasiya çox önəmli bir yerə sahib olur. Çünki genetik özü ayrılıqda ayrı bir belə deyim, özünün alfabesi var, özünün bir oxunuşu var. Bu baxımdan da bu şəkildə seçim olunarsa çox yaxşı olar. Sondakı sual Xarqə xanım sizə gəlib ki, necə yaxınlaşmaq olar? Necə yaxınlaşmaq? Yaxınlaşmaq lazımdır saat neçədə? Səhər belə deyək, 10-dan 6 arası deyək də, Afkin Diaqnoz Mərkəzində çalışıram. Həftə içi 5 gün. Ə, İstədiyiniz saatda bəli yaxınlaşa bilərsiniz. Sonda mən də təşəkkür edirəm Xarqə xanım detallı Buyurun, sağ məlumatlar olun. üçün. Ümid edirəm ki, hər kəs üçün faydalı olub. İnşallah. Əgər əlavə sual yoxdursa, sonlandıra bilərik deyə düşünürəm. Yəni də əlavə sualları olan varsa, indi yaza bilməyənlər, info@afgen.az emailinə bütün suallarınızı ünvanlandıra bilərsiniz. Bu sizin vokallarla da bağlı ola bilər. Yəni bizim WhatsApp nömrəsinə də yaza bilərsiniz. Sosial media hesablarımıza da, eyni zamanda e-maildən də yaza bilərsiniz. Biz oradan sizin suallarınızı görüb genetikçimizlə məsləhətləşib cavablandıracağıq. Təşəkkürlər. Belə. O zaman sonlandıraq mı? Olar. Gəlin. Tamam. Oldu. Oldu. Sağ olun. Sağ olun.